Salam qızlar, yeni vloguma hər biriniz xoş gəlmisiniz. Sizin üçün belə maraqlı bir resept paylaşmaq istədim. Dadı xoşuma gəldiyinə görə əsasən bu vloqa bunu daxil etmək istədim ki, siz də həm uşaqlar üçün, həm də özünüz üçün hazırlayasınız. Burada ayrıntılı formada xəmiri necə hazırladığımı göstərdim. Və bundan sonra isə başlayıram, içliyi hazırlayıram. İspanaqlı börək gedir bunun adı və pendir də əlavə olunur. Mən pendir duzlu olduğuna görə duz əlavə etmədim. Bundan sonra isə 2 yağı qarışdırdım. 2 yağ dediyim, yəni duru yağ və kərə yağını. Sonra isə xəmirin üzərinə həmin yağı çəkərək içliyi də əlavə edirəm. Bir şey də səhv etdim ki, mənim xəmirim içliyə görə çox alınmışdı və fikirləşdim ki, xəmirin nə edə bilərəm. Heç nə ağlıma gəlmədiyinə görə elə hamısını istifadə etdim. Buna görə də içliyim biraz az oldu içində. Yəni siz bunu nəzərə alın ki, belə bir börək hazırladığınız zaman göyərtiniz bol olsun. Amma bunlara baxmayaraq dadı və xəmiri çox gözəl alınmışdı. Yəni məsləhət gördüyüm üçün fikirləşdim ki, izləyicilərimlə də bölüşüm. Bu formada olur, həm görüntüsü, həm də dadı çox yaxşı alınır. Sadəcə dediyim kimi içliyi biraz az olmuşdu, amma heç nə olmaz. Əsas olan dadıdır. Bu arada mən xəmirə duz vurmağı unutmuşdum. Buna görə də duzlu su hazırladım və xəmirə əlavə etdim. Bundan sonra isə keçirəm artıq növbəti günə. Növbəti gündə də səhər yeməyini sizə çəkmədim. Dedim artıq izləyicilərim bezəcək. Deyəcək biz sənin səhər yeməyi hazırlamağını nə qədər izləyək. Buna görə də fikirləşdim ki, səhər yeməyindən sonraki təmizliyi çəksəm sizin üçün maraqlı olar. Çünki bir çox izləyiciyə, o cümlədən də mənə təmizlik vloqları maraqlıdır. Və başladım stolun üstündən əvvəlcə buranı yığışdırıram ki, səliqəli görüntü olsun. Sizə nə tip videolar maraqlıdır, tez-tez mənə yazsa sevinərəm. Çünki bəzən mən çəkəcək bir şey tapmıram. Hər dəfə də səhər oyanıb yemək bişirmək, günlük vlog çəkmək bəzən izləyiciləri sıxa bilər. Çünki günlərimiz də monotondur demək olar ki, yəni çox dəyişikliyi olan günlər yəni çox az saydadır. Demək olar ki, hər günümüz bir-birinə oxşuyur. Əgər mənim günlük rutinim, günlük həyatım sizə maraqlıdırsa, siz bunu Instagramda keçid edərək mənim storylərimdə izləyə bilərsiniz. Artıq orada da çox aktivəm. YouTube'a onsuz da əvvəllər 5 gündə bir, 3 gündə bir videolar atırdım, vloglar atırdım. Amma Instagramda belə bir özəlliyi var ki, anlıq olaraq nə etdiyini storylərdə onsuz da bölüşə bilirsən. Və buna görə də əgər sizə maraqlıdırsa, keçid edib mənim Instagram profilindən də izləyə bilərsiniz. Artıq mən başladım burada qablarımı yumağa, qablarımı yuyum və bundan sonra keçəcəyik başqa işlərimizi görməyə. Bu arada burada gördüyünüz bu qab yığmaq üçün olan məhsulu da mən Nərimanovda bir mağaza var, Mini Sədərəkdir adı. Oradan almışam 10 manatdan. Neçə vaxtdır ki belə bir şey istəyirdim. Niyə istəyirdim onu da bilmirəm. Yəni ki elə bir ki təkcə bu çatışmırdı burada. Amma nəsə ürəyimə düşmüşdü və fikirləşirdim ki bunu hardasa görsəm, uyğun qiymətlisini görsəm alacağım. Rossmanda görmüşdüm tam istədiyim formada. Sadəcə onun qiyməti 18 manat idi. Endirimlə bu qiymətə düşmüşdüm. Mən də fikirləşdim ki, yox, mən bunun ucuzunu tapa bilərəm. Çünki nəyə görə? Əslində 18 manat belə çox da qiymət deyil. Amma mən bilmirdim ki, o ora yaraşacaq, ölçüsü uyğun gələcək. Buna görə də fikirləşirdim ki, ölçə biləcəyim bir şeyi, yəni ürəyimə yatan bir şey olsun və bunu da gördüyüm zaman qiyməti də gördüm ki, çox uyğundur. Buna görə də fikirləşdim ki, alım, yoxluyum. Əslində birinci günlərdə çox xoşlanmırdım. Gözümə nəsə yəni batırdı. Elə bil ki, sıxılırdım orada qab yuyanda. Sonradan amma gördüm ki, yox, istifadəsi rahatdır, çox qab tutur. Yəni indi özünüz də vlogdan onsuz gördünüz ki, nə qədər qabı tutdu və səliqəli bir formada da qalır. Bu kadrları biraz uzaqdan çəkmişəm. Sonradan fikir verdim ki, biraz uzaq alınıb və Alafranın 72%li duru halda olan sabunundan almışdım. Onu çox tərifləyirdilər. Mən də fikirləşdim ki, əslində mən onu nəyə görə istəyirdim? Əsasən Alena'nın paltarlarında bəzi ləkələr çıxmır. Keçən dəfə Rossmanndan da bir məhsul almışdım sprey formasında. Amma o da demək olar ki, işə yaramadı. Ya da mən istifadə etməyi bilmədim. Və onu da yoxladım.
Gördüm işe yaramır. Alafranın bu məhsulunu da aldım. Bununla da yudum, amma o qədər də, yəni tərifləndiyi qədər də, yəni abartılacaq bir şey deyil. O qədər də güclü bir məhsul olduğunu düşünmürəm. Amma yaxşıdır. Məsələn, gündəlik stol üstü bezi filan yuyanda görürəm ki, yaxşı təmizləyir filan, amma laf o qədər də abartılacaq qədər bir məhsul deyil. Bundan sonra isə artıq danışa-danışa fikir verirəm ki, keçdim evləri toz soranlamağa. Alina da mənə təbii ki, hər zamanki kimi kömək edir. Keçən dəfə də bu su bidonunu birlikdə yumuşduq. Keçən vlogu izləyənlər bilirlər. Bunun içini də tərtəmiz etmişik keçən vloqlarda. Yəni əgər izləməmisinizsə keçid edib izləyə bilərsiniz. Bundan sonra isə artıq toz soranlama işim bitmişdi. Gördüm ki, yox, xalçanı çəkəndən sonra buranı da təmizləsəm, toz soranlasam yaxşı olar. Və gəlib buranı da yığışdırıram. Burada kartof soğan saxladığımız yeri də birlikdə təmizləmişdik. Oranı da izləməmisinizsə, bundan əvvəlki vloqlarda keçid edib baxa bilərsiniz. Burada da sizə nəyi demək istəyirəm. Bu arada səsimə görə üzürlü sayın, xəstələnmişik ailecək. Hal-hazırda demək olar ki, sağalmışıq, amma yenə də boğazımda o xəstəliyin əlamətləri qalıb. Buna görə də səsim biraz öküz səsim səsim biraz yaxşı çıxmaya bilər. Burada nəyi sizə demək istəyirəm. Keçən dəfə Alinanın kravatını siz gördünüz ki, biz onu sökmüşdük və aşağı hissəsini saxlamışdıq. Onu da görürsünüz ki, gördüm istifadə etmək olmur. Divan formasında çevirib kənardan saxlamışam və hələ ki bu formada istifadə edirik. Üzərinə paltar filan olduğu zaman üzərinə atıram. Bəzən işim olduğu zaman oturub orada işimi görürəm. Hələ ki belə istifadə edirik. Hələ də atmamışıq onu. Amma bir gün görsəm ki, artıq məni sıxır, o zaman onu da təbii ki, digərlərinin yanına göndərəcəyik. Artıq keçdim qonaq otağını da təmizləməyə. Mən divanın bu hissələrini, baxın görürsünüz necə təmizləməyə çalışıram. O hissələri çalışıram ki, təmizləyim. Çünki mən oturduğum zaman bəzən əlimi salıram o divanın arasına. Ora baxıram. Əgər əlimə nəsə toxunsa, çox narahat oluram və fikirləşirəm ki, oranı mütləq təmizləmək lazımdır. Məncə bu normal haldır. Və divan üstünü də çırpıb gətirdim. Yenə də üstündən xırda tozlarını almaq üçün toz soranla da keçdim. Bu arada digər otaqları təmizlədikdən sonra, toz soranladıqdan sonra toz soranın içini dəyişdim və altını filan sildim. Elə o formada gətirdim. Sadəcə o hissələri fikirləşdim ki, artıq olar çəkmədim. Çünki onsuz da toz soranın içini dəyişərkən indi mən sizin üçün o hissəni çəkəcəm. Bundan sonra isə mənim ən çox vaxtımı alan yer, baxın bu hissədir. Alinanın oyuncaqları və bunların hamısını tökür yerə. Deyim ki, hamısı ilə oynayır, yox, sadəcə hamısı yerdə olur və ondan sonra da çıxıb gedir digər otağa. Amma onlar yerdə də qalır. Bir müddət idi ki, bu oyuncaqları yerə tökmürdü, çox səliqəli formada qalırdı, amma yenə də aktivləşib. Artıq kitablardan biraz bezib. Düşünürəm ki, çox zamandır kitablarla vaxt keçirir, buna görə də artıq onlardan sıxılıb. Buna görə də fikirləşirəm ki, kitabları bir müddət gizlədim, bir müddətdən sonra çıxararam. Və burada koleskanın bu aşağı hissəsi qalmışdı. Onu da yoldaşımı çağırıram, onu da
evin bir küncündə gizlədirik. Çünki hər hansısa bir yerə qoya bilmirik. Burada da nəyi saxlamışam? Alinaya fikir versəz ki, Alina da əlindəki ilə güya evi tozsoranlayır. Ona fikir verin, siz Allah şirinliyin. Və gəlirəm danışa-danışa bu hissəni də tozsoranlayıram və işimi yavaş-yavaş artıq tozsoranlama işini yekunlaşdırmağa çalışıram. Qızlar, bu arada hələ də mənim kanalımı izləmədən, yəni ki, abunə olmadan məni izləyirsinizsə, sizdən çox-çox xahiş edirəm ki, kanalımı da izləməyə alın, abunə olun kanalıma. Çünki bu mənim üçün həqiqətən çox vacibdir. Neçə vaxtdır ki, sizə xatırlatma etmirəm, amma fikirləşirəm ki, xatırlatmaq lazımdır hər videoda. Çünki ola bilir ki, məni sevərək izləyirsiniz, amma heç ağlınıza da gəlmir ki, abunə olmusunuz ya yox. Çünki YouTube'da belə bir şey var ki, siz məni izləyirsinizsə, mənim vloqlarım yayımlandıqca sizin qarşınıza çıxır və buna görə də sizin yəni o qədər də fikir verməyə bilərsiniz ki, abunə olmusunuz yoxsa yox. Buna görə də əgər olmamısınızsa, çox-çox xahiş edirəm, abunə olun. İndidən abunə olan hər kəsə təşəkkür edirəm. Bu hissəni də tozsoranladıqdan sonra artıq keçdim ayaqqabıları da təmizləməyə. Ayaqqabıları da təmizləyərkən Alina da mənə gəlir, kömək eləyir. Burada indi Alinanın hərəkətlərinə fikir verərsiniz ki, ayaqqabıları götürür, əlini üstünə sürtür, güya üstlərini o da mazlayır. Fikir verin. Mən düzdür tezləşdirmişəm, buranı çox başa düşməyə bilərsiniz, amma çox şirin görünürdü. Yəni bilmirdim ki, orada nə hərəkət edim. Çox şirin-şirin hərəkətlər edir bu aralar. Və burada da gəlib mənə dəstək olmağa çalışır. Düzdür, çox zaman məni incidir, yəni iş görərkən. Çünki əlini hər şeyə vurmaq istəyir. İnsan iş görməkdən bəzən soyuyur, amma yenə də uşaqdır. Bu dövrlərdə keçici. Ayaqqabıları bitirdikdən sonra artıq keçirəm. Buranı da tozsoranlayıb bitirim və bundan sonra isə tək qalan yer qaynanamgilin otağıdır. Oranı da bitirəcəm. Və bu formada demək olar ki, bütün evi tozsoranlamış oldum. Həmişə də tozsoranlayıb bitirdikdən sonra çalışıram ki, tozsoranın içini mütləq təmizləyim. Gələn dəfə istifadə üçün hazır formada saxlayım. İndi də görəcəksiniz ki, mən hansı formada təmizləyirəm. Çünki bir çox xanımda görürəm ki, hansı ki, yaş salfetkalar olur. Ondan 2-3 dənə, mən də əvvəllər, baxın bunu da deyim ki, mən də əvvəllər belə edirdim. 2-3 dənəsini üst-üstə qoyub tozsorana yerləşdirirdim. Amma ondan sonra belə bir şey tapdım ki, bu Sleepy'nin salfetlərini sadəcə birini uzunsov formada belə dartırsınız, onsuz da enlənir. O formada sadəcə birini qoysaz kifayət eləyir. Bu formada tozsoranımı onsuz da silmişdim, ona görə də çox silmədim. Sadəcə üst hissəsini sildim və yerinə qoydum. Bundan sonra isə keçirəm artıq paltarları yığıram. Çünki quruyan paltarlarım var idi. Ən çox da Alinanın paltarları. Bunları yığıram və digər yuduğum paltarları isə onların yerinə geri sərirəm. Hər vlogda çalışıram ki, qızlar fərqli-fərqli şeylər çəkim, amma evdəyəm, yəni buna görə də maraqlı bir şey olmadıqca fikirləşirəm ki, nə çəkə bilərəm. Hər dəfə fərqli-fərqli formalarda nələrsə yoxlayıram, amma bəzən günlük vlog çəkdiyim zaman bu alınmır. Gün ərzində nə edirəmsə, uşaqla ancaq onları sizinlə paylaşa bilirəm.
Burada da artıq axşamdır. Mən hamama da girdim, baxımlarımı da etdim. O hissələri sadəcə sizin üçün çəkmədim. Və bundan sonra isə meyvə yeyirəm. Daha çox bizdə meyvə axşam saatlarında yeyilir. Əslində bu düzgün deyil, amma yəni bu vaxtımız olur meyvə yeməyə. Bundan sonra isə qablar var idi, bir neçə dənə, onları da yuyuram. Və baxın, əslində məncə bu aldığım məhsul çox da pis görünmür. Bilmirəm buna nə deyilir. Ona görə də mən belə qab yığdığım bir, yəni nə deyilir buna? Nə deyilirsə onu bilirsinizsə yazarsınız. Və qabları da içinə yerləşdirirəm. Əslində mən bunu nəyə görə istəyirəm? 3-4 qab çıxdığı zaman mən onu bura yerləşdirib suyunun süzülməsini, suyunun çəkilməsini gözləmək daha yaxşı olur. Qabları da yuduqdan sonra qızlar keçirəm. Qalan yeməkləri də balaca qablara əlavə edirəm və keçirəm qazanları da yuyuram. Ən sevmədiyim şey bu həyatda, bəlkə ən sevmədiyim şeylərdən biri hətta qazan yumaqdır. Həm də bizdə su az gəlirdi. Bu aralar isə ümumiyyətlə az gəlir. Buna görə də nəinki qazan yumaq, heç qab yumaq belə bəzən istəmirəm. Çünki su az gəldiyi zaman insanın həqiqətən əsəbinə toxunur. Və bundan sonra isə başlayıram. Çayı dəmləyirəm. Burada da Alinanın corablarını görürsünüz. Yağış yağacağı üçün oradan Alinanın paltarlarını götürdüm ki, yağış suyu onlara dəyməsin. Və çayımız da az qalmışdı. Onu da doldurduqdan sonra qabları da bu formada gətirib qoyuram. Rahat formada silib yerinə yerləşdirə bilirəm. Çünki bizdə qab yuduğumuz yerdə o qədər də geniş yer yoxdur. Burada isə rahatlıqla qabları belə düzüb ondan sonra hissə yerləşdirə bilirəm. Çaylarımızı da artıq süzdük və bundan sonra başlayacaq istirahət vaxtı. İstirahət dediyimdə, yəni Alina ilə nə qədər istirahət etmək olarsa o qədər. Alina üçün də suyunu süzürəm. Bu aralar həm xəstə olduğumuza görə çalışıram ki, daha çox su içək, maye qəbul edək. Meyvəmi də artıq yuyuram. Meyvəni mən hər zaman demək olar ki, suda saxlayıram, xüsusilə də çiyələyi, ümumiyyətlə tərəvəzləri. Bu formada məncə daha yaxşı olur. Sonra da çalışıram ki, hər birini tək-tək yumağa çalışım və bu formada daha təmiz olur. Məni bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.